Mahir, əvvəlcə oyun haqqında fikirlərin səncə bugün qələbə kimi daha hansı komanda daha yaxın idi? Bugün meydançada gördüyüm, məncə biz daha çox topa hakim ola bildik bugün. Belə rəqibin çox da %100 şansları ağlıma gəlmir mənim. Səhv eləmirəmsə standart vəziyyətlərdən belə bir-iki dəfə təhlükə yarada bildilər. Bizim oyunumuza gəldikdə isə düşünürəm ki, digər oyunlara nisbətən bu oyun daha çox topa nəzarət eləməyə çalışırdıq. Burada məncə Emilin olmağının da böyük rolu oldu. İstər-istəməz ortada dirijor lazımdır. O da belə deyək, komandanı lazımlandı, hücuma çıxardır, lazımlandı, top saxlayırıq. Ümumi bir dənə qol çatışmadı və çalışacağıq ki, hücum xəttində biraz daha aktiv, biraz daha belə deyək, konsentrasiya ilə yanaşaq. Bu ana qədər son maçlarda məsəl üçün mənasında komanda nə çatışmır? 5 oyundur qol vura bilmirik. Belə deyim də, momentimiz ümumiyyətcə olmasa hansısa oyunlarda problem onda oturub düşünmürlər ki, ümumiyyətcə momentimiz olmur. Amma moment qazana bilirik, moment yarada bilirik. Sadəcə son nöqtədə çatışmır nəsə, belə deyim. Belə əvvəl də belə bir dönəmimiz olmuşdu. Səhv eləmirəmsə Dibyazir'in vaxtında 5 oyun ya bilmirəm nə qədər uda bilməmişdik, qol da vura bilmirdik. Sonradan baxdın ki, həm qələbə qazanmağa başladıq, həm qollar vurmağa başladıq. Və düşündüyüm məqamlardan biri də ola bilər ki, yeni oyunçularımız da var bizim. Hansı ki, hücum xəttində yeni qoşulublar milli komandaya. İstər-istəməz onlarla da bir-birimizi anlamaq üçün zaman lazımdır, zaman tələb eləyir. Belə çalışacağıq qarşıdakı oyunlarda hücum xəttində daha da belə deyək, diqqətli yanaşaq, daha da son nöqtəni qoymaqda daha da belə deyək, istəkli olaq. Mətbuat konfransında Fernando Sancho belə bir sual verdi ki, Mahir Emili klubunda daha çətin epizodlardan gözəl qollar vurur. Milli komandada daha sadə epizodlarda vura bilmir. Sənə bu sual versəydin nə cavab verərdin? Belə deyim də, hər kəsin fikrinə hörmətlə yanaşıram. Mən əgər bugünkü oyunla bağlı düşüncə varsa, kimsə deyirsə ki, sadə bir epizodum oldu mənim, məncə belə deyək, sadə epizod mən ona deyirəm ki, boş qapıdır qabağında və sən o topu çölə vurursan, amma müdafiə yerində olduğu zaman, qapıcı da qapısında olduğu zaman sadə epizod deyə bir anlayış yoxdur futbolda. Və mən istərdim ki, buradan da həm azarkeşlərimizə, həm media bildirim ki, yəni klubla millini müqayisə eləməyə ehtiyac yoxdur. Klubda biz başqa futbol oynayırıq, burada başqa futbol oynayırıq. Klubda belə deyək, strategiya başqadır, klubda oynadığım oyunçular başqadır, burada oynadığım oyunçular başqadır. Və mən bu sözümü başqa yerə də çəkə bilərlər, yəni ki, klubda daha yaxşıdır, burada daha pisdir mənasında da demirəm onu. Sadəcə klublarda biz hazırlıq prosesi keçirik, daha çox zaman bir yerdə oluruq, hazırlaşmamıza daha çox zaman olur. Burada bir o qədər də zamanımız olmur. İstər-istəməz dediyim kimi bir-birimizi anlamaq üçün zaman lazımdır. Və məşqçimiz də yenidir və siz özünüz bilirsiniz ki, yeni məşqçilər olduğu zaman milli komandada birdən-birə nəticələr olmayıb, zamanla gəlib. Bu istər Prasnevskin vaxtında da olsun, Yurseviçin, Qurban müəllimin və Dibyazir'in də vaxtında belə olub və ümid edirəm ki, qarşıdakı oyunlarda nəticələri də düzəldəcəyik, mən də qollar vuracağam.